İnsanların bilgisizliyi və bazarlarda turşu kimi malların mövcudluğu zəhərlənməyə səbəb olur. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu Today Press TV-yə danışarkən deyib. Onun sözlərinə görə ölkəmizdə zəhərlənmələrin statistikası və qeydiyyatı düzgün aparılmır. Azərbaycandakı statistika Ümumdünya Səhiyyə Təşkilatının statistikası ilə müqayisədə 1400 dəfə azdır. Yəni çatışmazlıq var. Eyyub Hüseynov həmçinin bildirib ki, Azərbaycanda evdə turşuların hazırlanması kimi qida mədəniyyətsizliyi var. Stat: İnsanlar bilməlidirlər ki, bütün nemətlərin mənbəyi torpaq olduğu kimi, ən təhlükəli zəhərləyicilərin və bakteriyaların mənbəyi də torpaqdır. Torpaqda yetişən bu məhsullardan evdə turşu hazırlamaq insanları tədricən və ya qəfil zəhərlənməyə gətirib çıxara bilir. İllər boyu plastik şüşənin içərisinə üzüm yarpaqlarını qoyub, üstünə kimyəvi aktiv, sirkə tökür, qışa saxlayır və ya bazarlarda satırlar. Eləcə də toy, yas məclislərində bəzən evdə hazırlanan bu cür turşulardan zəhərlənmələr meydana çıxır. Statın sonu. Onun fikrincə bu kimi halların qarşısını yalnız düzgün məlumatlandırma və ictimai şuurun artırılması ilə almaq olar. Bunun üçün maarifləndirmə şərtdir. Qeyd edək ki, ötən ay Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər zəhərlənmə səbəbi ilə qəbul olunub. Onlardan 81 nəfərinin vəziyyəti ağır qiymətləndirilib. Aysel Mətləb, Türkan İskəndərli, Today Press TV.